Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhərdir. Gəncə şəhərində deməli Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın arxasında, yəni həmin Kapital Bankdan təxminən 180-200 metrlik məsafədə bax qarşıda gördüyünüz belə bir həyət ev kirayə verilir. Bir zal 3 otaqdır. İndi deməli mən sizə bakını göstərirəm. 2 tonluq bakı var, basenisi var, hal-hazırda istifadə olunmur. Deməli 2 minutka elektronudur, təzədir. Bax, həmin Kapital Bankdan Heydər Əliyev prospektinə yerləşən Kapital Bankdan bu həyət evinə qədər olan məsafə 180-200 metrdir. Onu da deyim ki, növçülər kimi tanıdığımız bir ərazidə yerləşir. Al-Marketə yaxın bir ərazidir. Keçmiş deməli Əkbər marketdir. İndi mən sizə mətbəxini göstərirəm. Bax, deməli istirahlı maşına, bir də ki, xaladini görmək mümkündür. Yəni bunların hamısı işlək vəziyyətdədir. Nə görürsünüz, hamısı yenidən təkrar edirəm. Evdə hansı oborudovaniya görürsünüz, hamısı işlək vəziyyətdədir. Çox yaxınlıqda 5, yəni bu ərazidə 5, bu tərəfdən deməli 34, bu tərəfdən isə deməli 43 nömrəli orta məktəblər yerləşir. İndi isə mən sizə zalını göstərirəm. Bax, zalında olan əşyalar bunlardır. Hal-hazırda internet xətti yoxdur, ancaq onun çəkilməsini mən dəqiq söz verirəm. Televizoru görmək mümkündür. YouTube ilə işləyir. İndi mən çıxıram deməli qapıdan giriş hissəsini sizə göstərəcəm. Bax, qapıdan giriş hissəsi bu cürdür, yol asfaltdır. Solda isə maşın qarajıdır. Bax, belə bir həyət evinin kirayə haqqı 380 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Yenidə bax, mən sizə maşın qarajını göstərdim. İndi isə yenidən evə daxil oluram. Hal-hazırda bax, 2 otağı sizə göstərməliyəm. Bir də ki, qarşıda hamamını görürsünüz. Hamam ilə evin arasında olan məsafə təxminən 1 metrdir. Bax, hal-hazırda görürsünüz. Bu cürdür. Bax, yenidən mən sizə hamamını göstərirəm. Dediyim kimi, deməli, Heydər Əliyev prospektinə yerləşən Kapital Bankdan bu həyət evinə qədər olan məsafə 180-200 metrdir. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin 3-cü korpusuna da yaxın bir ərazi kimi demək mümkündür. Burası 2-ci otaqdır. Tələbələrə də verilir. Yəni, bax, 4 ədəd kravat var. Bu kravatları görürsünüz, yorğan döşəkləri var. Bunların yerlərində dəyişmək mümkündür. Al-Marketin qarşısından 13, Heydər Əliyev prospektinə yerləşən Kapital Bankın qarşısından isə bildiyiniz kimi çoxlu sayda marşrular işləyir. Bax, belə bir deməli həyət evinin kirayə haqqı 380 manatdır qiymətində bir balaca razılaşma olmalıdır. Sizlərə uğurlar.